Bax, rap. Əfsuslar olsun ki, narkomaniya, Hüseyn Dərya, Anar Nağılbaz, bax, İlkin Həsəni, bax, çiynə çıxıb qulaqlara qışqırmaq. Üzlərinə yox, çiynlərinə tulan qulaqlara qışqırmaq. Bax, səhər tezdən qapını bərk döyən kimdir? Bax, bu cümlələri birləşdirib, ağlında kimi formalaşdırdın? Yox, hələ də əgər Elşad Xoseyni formalaşdırmamsansa, bu video sənlik deyil, sağ ol, salamat qal. 1979-cu il təvəllüd oydu, 1999 mənəm. Mənim uşaq vaxtı ən böyük xəyalım belə saçımın, saqqalımın Elşad Xosey kimi olmaq olub. Xosey ilə bağlı əsas məqamlardan heç şübhəsiz biri budur ki, bir vaxtlar Hüseynlə birlikdə Azrepi türklər demək sırtlamışdılar. Yəni Xosey ilə Dəryanın qalmaqalları hətta bizim valideynlərimiz yaşında olan şəxslərin belə marağında olub bir vaxtlar. Bu dəqiqdir. Bir də belə bir məsələ var ki, hazırki reperlərin bir çox hesab edir ki, Dərya ümumiyyətlə meyxana ilə məşğul olub, musiqili meyxana məzmununa daha yaxın olub, amma Xosey əsl rep eləyib. Ekspert yoxsa Elşad Xosey? Elşad Xosey yəni kumir. Mənim fikrimdə soruşsanız, məncə də elə olub. Nə Dəyirman qrupunda, nə Anar Nağılbazda mənim heç vaxt ehtiyacım olmayıb Hüseyn Dərya ilə bacarmaq üçün. Yenə də təkəbbürlü çıxır, ona görə mən efirlərə çıxmıram, danışmıram. Düzdür, məncə Xosey heç vaxt Dərya səviyyəsində fanlara çatmayıb, amma bəlkə heç onun belə bir hədəfi də olmayıb. Çünki Elşad əsasən məzmunun möhkəm, sərt repin tərəfdarı olub, show bizneslə belə desək həmişə məzələnib, buraları dəqiqdir. Əslində toyxanalarından da məzələnib, amma indiki vəziyyət elə bil biraz dəyişib. Qınamalı məsələ deyil əlbəttə, çünki bu adam da bir yerdən ciddi pul qazanmaq istəyir də qardaş. Çünki bunun da bu boyda məşhurluğu var, bu məşhurluğu, bu fanı, bu kütləni bir pula çevirməlidir ya yox. Bu qədər adamlarla, bu xalq artistləri ilə duetlər, bu nə bilim nələr, bəs bu adam da pul qazanmalıdır da. O dönəmlər Dərya, yaxın dönəmlərdə isə Pasterlə münaqişələr yaşamışdı. Xosey ümumiyyətlə Pasteri tanımadığını demişdi. Hətta Paster treklərin birində Xosey'ə diss atmışdı. Məni anlamaq çətindir, musiqin başqa bir dalğada üzür. Muradın verilişinə çıxdın, danışdın, amma ki demədin düzün. Məni tanımırsan, okey, soruş yanındakı adamlar desin. Məni tanı, rapin atası öləndən sonra bax, rapin ataları bizi. Murad Arifin Popumuz var verilişinə çıxan Xosey ümumiyyətlə bir çox reperləri tənqid eləmişdi. Qardaş, bunların hamısını başa düşdük. Bəs İlkin Həsəni ilə nə işin var, day Xosey? Content TV-yə qonaq olan İlkin Xosey haqqında xoş fikirlər səsləndirmir. Belə ki, Elşad Xoseynin ona soxduğunu bildirir. Epi yoxsa Elşad Xosey? Epi. Nəyə görə Xosey yox? Verilişə gəlməyib hansısa? Yox, mənim adıma telefon götürüb kreditdə və kredit ödəməyib. Elşad, soxey. Elşad Adiyanaret, kommentdə bum. Bir dənə ləzzətli atvet. Bəs rəisin ailə həyatı necədir? Xoseynin ailə həyatından danışanda ağlıma gələn ilk sujet media konferansında xanım jurnalistlə yaşadığı mübahisədir. Xosey orada belə deyək, haqlı şəkildə jurnalistə bir balaca əsəbləşir. Keçmiş həyat yoldaşı Aksana da söhbəti biraz bağlamaq istəsə də axırda onun da beyni sönür. Məncə o söhbətdə hər ikisi haqlı idi. Yox, çiynlərinə tulan qulaqlara qışqırmaq. Ona görə də iminlə buna görə, iminlə bu xəbəri, mənimlə bağlı xəbəri, Aksana ilə bağlı xəbəri o açıqlandırdı. Ümumiyyətlə Xoseynin ailə həyatını mediadan gizləməyə çalışdığını düşünürəm və belə desək bunu bacarır da. Əslində belə də olmalıdır. Biz onun sənətini sevməliyik, heç kimin şəxsiyyətini sevməyə məcbur deyilik. Elə buna görə də mediada Xoseynin ailəsi ilə bağlı ətraflı məlumat əldə edə bilməyəcəksiniz. Məsələn, yaza bilərsiniz, Xoseynin neçə övladı var. Bunu aramızda bilən var. Belə desək, Xosey heç vaxt, heç bir halda hər kəsə uyğun rap artist olmayıb. İstər sosial mediada yayılan videoları, istərsə də tənqidi fikirləri, istər Dərya ilə olan münaqişələri səbəbindən həmişə tənqidləri öz üzərinə cəm eləyə bilir. Bilmək olmaz, bəlkə də həmin tənqidlərlə onu Xosey eləyib. Yola saldığımız 2025-ci ildə Bayır şəhəri elədik. Görək, yeni gələn 26-cı ildə yeni məkanlar tapa bilirikmi? Qonağın Petuq, aparıcın Petuq, prodüserin Petuq, stilistin Petuq, parikmakerin Petuq. Nə bilim, elə hamı Petuq. Kimdən gəlib oturasan, kimdən söhbət eləyəsən? Amma dostlar, düzünü deyim də, Elşad Xoseyni sevməyənlər belə, maşında heç olmasa həyatlarında bir dəfə olsun, belə xodu artırıb bu mahnıya qulaq asıb ya yox. Bəli, Xosey. İnşallah yaxşı olar. Amma show biznes haqda söhbəti dinləməkdədir. Hər evdə və küçədədir, adımız dildədir. Bəli, sözümüzü replərdədir, bugün bizim replərdədir.